Hər birinizə salam kanalımın dəyərli izləyiciləri. Aparıcı Çinarə Əliyeva həyat yoldaşı Ruslan doktor və qızı Mədinə ilə yeni paylaşım edib. Söz edən görüntüləri təqdim edirəm. Yeni xəbərləri, yeni paylaşımları izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və kanalımıza dəstək olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Sabahın xeyir, gözəl insan, doktor. Dünən əməliyyatı, dünən uşaq biraz narahat yatmışdı. Ruslan da biraz yaxşı yatmayıb yəni. Səhər saat neçədə idi əməliyyatın? 5-6'da. 5. Buradan neçədə çıxdın, baxdın? 5 işlemiş. 5 işləmiş. Ona görə yuxuldu, amma bugün yuxu almısan, enerjilisən. Evet. Onun üçün kofe dəmləmişəm. Biz meyvə ilə kofe içirik, qeyri-adi. Her şey güzel. Günün uğurlu olsun. Sağ olun, hamd Gedir klinikaya bugün. Bugün sənin sırf müayinə günündür, yoxsa əməli? Müayinə. Hə, bugünlər sırf müayinə günüdür. Qəbula yazılanlar da vaxtında gəlmir. Sonra əsəbləşir, nervəsini mənə tökür. Evet, sağ ol. Geylen sattı gelmediler. Necəsiz? Deməli, dəyərli izləyicilərim, siz təsəvvür eləmərsiniz ki, məni bu qədər sevən adamın olmağını bilmirdim. Deməli, bütün demək olar ki, bir respublikanın çoxu məni təbrik edir. Mənə elə gözəl sözlər yazırlar ki, o qədər belə kövrəlirəm. İnanın, bu balnisada olanlar mesajları oxuyuram, bu çatdırmıram cavab yazım. İnanın, o qədərdir, telefonum dayanmır. 3 dənə telefonum var. 3 telefonumun 3-ünə də mesajlar, zənglər, təbriklər. O qədər sizi çox istəyirəm ki, hamınıza təşəkkür edirəm. Yaxınlar, dostlar o ayrıca, amma məni tanımayan insanlar elə gözəl sözlər yazır, elə gözəl təbriklər, elə gözəl hədiyyələr yollayırlar. Qurban kəsənlər kim, tanımadığım insanlar qurban kəsirlər, videolar atırlar mənə. Vallahi mən belə gözləmirdim. Sözümün canı odur ki, yəni hələ mən çölə çıxmamışam da, hələ ki evdəyəm, dincəlirəm. Amma ailəm hamısı deyir ki, hara gedirik, hamı marketdən tutmuş, da yoldan keçən də hamı bizi təbrik edir, yaxşı sözlər deyir. Siz bilirsiniz mən nə qədər əziyyətlər çəkdim, amma Allah mən bu əziyyətimi yerdə qoymadı. Mənə doğrudan da mükafatlandırdı. Allah hamıya nəsib eləsin, bu hissi yaşasınlar, amma inanın ki, sizin o sevginiz, sizin mesajlarınız, kövrəlirəm, ağlayıram, oxuyuram, nə bilim, belə o qədər içdən yazırsınız gözəl sözlər. Çox sağ olun demək istədim sizə. Bunu təşəkkür üçün bu storyini çəkdim. Neçə gündə heç özümdən ələşirəm deyənə heç halda olmuram. Amma bu günlər dedim, bol enerjiliyəm və istədiyim insanlara, mənə dəyər verən, mənə gözəl sözlər yazana, hamınıza çox sağ ol deyirəm. Sizi çox sevirəm. Doğrudan da insan layiq olduğu yerdə də olmalıdır. Allah hamıya nəsib eləsin bu hissi. Yayda açıq havada asılqan biz istifadə edirik və asılqanlar yenə də külək biraz olanda bizdə dənizin kralı deyənə tez asılqanlar əyilir, xarab olur və ona görə ən gözəli bu asılqanlardır. Baxın rahatçılıqla. Dəsmalı belə sərdim, hovuzdan çıxdım, astım. İstəsəz sonra belə də eləyə bilərsiniz, qalsın. İstəsəz belə də eləyə bilərsiniz. Yəni, əgər bura işbırqa salmaq istəmirsə, belə də eləyə bilərsiniz. Və çalışın, bax, bir tərəfdən birinci belə qaldırın, sonra belə çəkin. Və ölçülərinə də görürsünüz, tam bura uyğun bir ölçüdə eləmişik. Çox bəyənirəm, ümumiyyətcə asılqan nömrə 1-i. Çünki onlarda ən keyfiyyətlisidir. Neçə ildir istifadə edirəm, çox razıdır. Saxlamaq olmur, əyilir, biraz ağır əşyalar qoyanda, yəni parçalar, əyilmələr baş verir. Nə qədər bağlı alsaq da bunların keyfiyyəti o deyil. Buna son deyirik, keçirik mənim ən çox sevdiyim nömrə 1 asılqana. Bəli, çünki baxın, rahatçılığı o qədər gözəldir ki,
Buna baxın, görüntüsü də qəşəngdir. Evinizdə əgər mən ki, evdə dizaynı hər şeyi düşünən adamım mən, hər şeyi detallı ilə düşünürəm və ona görə bunların keyfiyyəti çox yaxşıdır, dözümlüyü yaxşıdır. Ağır pastellərinizi də sələ bilərsiniz. Və bunların çox versiyaları var, başqa səhifələrdə görə bilərsiniz, qapaqlı, qapaqsız. Amma ən keyfiyyətlisi budur. Çünki 4 il bundan öncə mən Asılqan nömrə 1-in müştərisi olduğuna görə rahatçılıqla deyirəm. Hətta mənim o bir evimdə də bu Asılqanlardandır, orada da neçə illərdir və keyfiyyətini o qədər bəyənirəm ki, özüm yazdım ki, bəlkə Asılqanlarımızı yeniləyək.